Salam əzizləyicilər, əziz qardaşlar. Xoş gördük hər birinizi, əziz qardaşlar. Bugün fevral ayının 25-i 2026-cı il. Əziz qardaşlar, hələm satılmayan mallardan biri çıxıb satışa. Buyurun baxın, birinci qarna təmiz İvanovka cinsi, bir həftə doğmuş erkək balalı bir düyə satılır. Maşallah olsun, mal çox iri bir maldır. Hələ telefonda biraz balaca düşüb, çəkiliş zəif olub. Buyurun baxın əziz qardaşlar. Mal sahibinin dediyinə görə hal-hazırda 18-20 litr süd verir. Təmiz İvanovka cinsidir. Buyurun baxın. Mal sahibi qeyd elədi ki, maşallah olsun, yanında bir həftəli erkək balası var. Çox iri bir baladır gördüyünüz kimi. Birinci qarna təmiz İvanovka cinsidir əziz qardaşlar. Hələm satılmayan düyələrdən biridir. Yəni belə malı hər adam satmır. Buyurun baxın. Qiyməti 5200 manata deyilir. Real alıcı olsa qiymətlə razılaşma yeri var. Mal sahibi qeyd elədi ki, kim almaq istəyirsə gəlsin qapımda saxsın, yoxlasın, aparsın. Yoxlamamış deyir, mən mal satmıram. Kim istəyir gəlsin deyə qapımda saxsın, yoxlasın, ondan sonra xeyirləşə mal aparsın. Ünvan Cəllabat rayonunda. Öz qapısının malıdır. Buyurun baxın əziz qardaşlar. Çox iri bir düyədir, görürsünüz də. Kim istəyir geçsin yerində də saxsın, yoxlasın, alsın. Qiyməti 5200 manata deyilir. Real alıcı olsa qiymətdə razılaşma yeri olacaq. Buyurun baxın əziz qardaşlar. Əmcəklərini də yoxluyur. Hamısı iştək, hamısı yumuşaq. Pambıq kimi əmcəkləri var. Birinci qarna doğub gördüyünüz üçün maşallah olsun. Yəni düyə də super düyə də, elə belə heyvan deyil. Kim alacaq, Allah dönə-dönə xeyrin versin, maşallah olsun. Əsl qapıya damazlıq düyədir, birinci qarna. Kim alacaqsa əlaqə saxlasın, geçsin yerində də saxsın, yoxlasın, alsın.